Xristian bir alim Həzrət Əli əleyhissalamdan sual soruşur. Mənə izah edin. Quran deyir ki, hansı tərəfə üz tutsanız Allahın üzü oradadır. Allah o tərəfdədir. Allahın üzü nə deməkdir? Həzrət Əli əleyhissalam cavab verir. Amma cavabı necə deyir? Deyir, od və yanacaq gətir. Ona əmr edir ki, od və yanacaq gətirsin və o odu yandırır. Alov çıxır və hər yeri işıqlandırmağa başlayır o alov. Sonra Həzrət Əli əleyhissalam o xristiana deyir, bu alovun üzü hansı tərəfdir? O alim isə belə cavab verir. Hər tərəfdir, hər yanda görünür onun ışığı. Həzrət Əli əleyhissalam da cavabında belə deyir, bu alov yaradılmış bir varlıqdır və hər tərəfə üzü var, hər tərəfi alovlandırır, işıq saçır. Allah isə bütün tərəflərdədir və onun üzü müəyyən bir istiqamətə bağlı deyil. Sən istəyirsən ki, Allahın müəyyən bir istiqaməti olsun. Yəni, Allah hər yerdədir, heç bir məhdud istiqamətə tabi deyil. Hansısa bir yerə sığmır, məkanı yoxdur. İnsanların anlayışı ilə üzü hansı tərəfdir sualı Allah üçün doğru deyil. Bu ayə Həzrət Əli əleyhissalamın dediyi, daha doğrusu xristian alimin soruşduğu o ayə və Həzrət Əli əleyhissalamın o əməli, ona əmri onu göstərir ki, necə ki od alovlanır, hər yerə işıq saçır və hər tərəf odun işığıdır, Allah da yəni məkansızdır, məkana, zamana sığmaz, o hər yerə əhatə edir. Onun müəyyən bir məkanı yoxdur ki, müəyyən bir yerdə olsun və üzü o tərəfdə olsun.